Düşünmüsünüzmü heç ilk hərflər necə yaranıb və ilk yazıçılar kim olub? Bu gün biz əvvəlcə hərfləri yazmağı öyrənirik, sonra yaza bilirik. Qədim insanlar isə əvvəl yazı yaza bilirdilər. Hərfləri sonradan yaratdılar. Hərf tanımayan əcdadlarımız əvvəlcə gördükləri şeylərin, yaşadıkları hadisələrin şəkillərini mağara divarlarına, qayalara və daşlara cızırdılar. Bu şəkillər onların yazısı idi. Hər şəkil bir əhvalatı ifadə edirdi. Zaman keçdikcə bu şəkillərin sayı çoxaldı və ideografik deyilən şəkilli yazı növü ortaya çıxdı. Bu yazıda hər işarə bütöv bir sözü yaxud söz birləşməsini ifadə edirdi. İlk yazını icad edənlər indi dünyada olmayan Şumer xalqı oldu. Mesopotamiyada, yəni indiki İraq ərazisində Dəclə və Fərat çayları arasında yaşayan Şumerlilər yazını təxminən 5500 il bundan əvvəl icad etdilər. Amma Türkiyə ərazisində Göbəkli təpədə aparılan arxeoloji qazıntılar yazı tarixini 12000 il geriyə götürdü. Şumerlilərin yazı yazmağa başlamasından 1000 il sonra qədim Misirlilər özlərinin heroqlif yazılarını yaratdılar. Bəs insanları yazı yazmağa vadar edən səbəb nə idi? Şumerlilər yazıdan əvvəl şəhərlərdə yaşamağa başlamışdılar. Özlərinin ilk şəhər dövlətlərini qurmuşdular. Şəhərlərin yaranması xeyli insanın bir yerdə yaşaması demək idi. Bu da ticarətin, alış-verişin, ilk dükanların ortaya çıxmasına səbəb oldu. Dükan sahibləri alıb satdıqları malların növünü, sayını işarələrlə hesablamağa başladılar. Şəhərdə əhali çox olduğu üçün satılan hər şeyi yadda saxlamaq mümkün değildi. İlk yazıçılar beləliklə tacirlər, baqqallar oldular. Daha sonra insanlar təkcə alıb satdıqlarını deyil, danışdıqlarını da yazmağa başladılar. Çünki şəhər əhalisinin ehtiyacları günbəgün artıb şaxələnirdi. Sayı çox olan insanların eyni şəhərdə rahat yaşaması üçün qaydalar, qanunlar yaratmaq lazım idi. Bu qaydaları şəhər əhalisinə əvvəlcə ucadan car çəkirdilər. Sonra bu qaydaları yazmaq ehtiyacı yarandı. Çünki danışılan şey çox tez unudulurdu. Ona görə də qayaüstü rəsmlər, mixi işarələr, heroqliflər get-gedə danışıq səslərini göstərən, ifadə edən hərflərə çevrildilər. Hərflərdən isə ilk əlifbalar ortaya çıxdı. Dünyanın ilk əlifbası Finikiya əlifbası idi. Nəhayət bugün 6000-dən çox dildə danışan dünyada cəmi cümlətanı 14 əlifbadan istifadə olunur.